Salam Aslan, necəsən? Yaxşıyam. Siz necəsiz? Mən də yaxşıyam. Aslan, bu gün bizə nə oxuyacaqsan? Cəsur iki. Aha, başla görək. Həmin yay elə isti idi ki, şirin yelkökü dondurmasını əlinə alanda heç bir dəfə yalamamış əriyib gedərdi. Gündüzlər dovşanlar özlərini suya atır, sərinləyirdilər. Gecələr isə onları təyib aparırdı. Çarpayda yatarkən istidən nəfəs kəsilirdi. Buna görə də dovşanların bəziləri çöldə, çadırda yatırdılar. Riki də çöldə yatmaq istəyirdi. Atacan, sən mənə çadır qurmağa kömək edərsən? Deyə Riki soruşdu. Kömək etməyinə edərəm. Atası dedi. Amma sən çöldə, çadırda tək başına yata biləcəksənmi? Əlbəttə yataram. Mən heç nədən qorxmuram. Deyə Riki cəsarətlə dilləndi. Riki 3 qalan ağac budağı götürdü. Atası özü ilə köhnə palaz və çəkic gətirdi. Mən öz çadırımı burada qurmaq istəyirəm. Deyə Riki qərarını atasına bildirdi. Çadır qurmaq heç də asan iş olmasa da, Riki nə edəcəyini yaxşı bilirdi. Anası onlara limonad gətirdi. Mən bu gün çöldə yatacağam, deyə Riki həyəcanla dilləndi. Çox gözəl, anası dedi. Bəs sən çöldə, çadırda tək başına yata biləcəksənmi? Əlbəttə yataram, mən heç nədən qorxmuram, deyə Riki cavab verdi. Riki bugün tez yatmaq istəyirdi. Çünki o çadırda xəlvətcə nəsə gizlətmişdi. Orada hər şey qaydasındadır, deyə atası soruşdu. Əlbəttə, hər şey qaydasındadır, deyə Riki gülümsədi. Mən hətta öz yorğanımı da gətirmişəm. Anası ona bir fənər verdi və onu çoxlu öpdü. Çünki zarafat deyil, bu Rikinin həyatında ilk gecə idi ki, o çöldə çadırda həm də tək başına yatacaqdı. Çadırın içi rahat və sərin idi. Əvvəlcə Riki şirin yerkökləri sayaraq hələlik birini yedi. Çünki yerdə qalanlarını da sonra yeyəcəkdi. Birdən Rikiyə elə gəldi ki, şirin yerköklər çadırda yeyiləndə dadı başqa cür olur. O da sanki ona macəra dolu tətil duyğuları oyadırdı. Sonra o zorla çıxasını geyindi. İndi heç kəs ona zərər verə bilməzdi. Axı Zorro qəhrəmandır. Riki öz fənəri ilə hər tərəfə, yastığın arxasına, yorğanın altına, yorğanın bu tərəfindən o biri tərəfinə işıq salırdı. O çadırın divarlarında fənərlərlə müxtəlif heyvanların kölgəsini yaradırdı. Hətta iri dişli bət-heybət məxluqların da kölgəsi yaradırdı. Hap hap hap! Birdən fənər söndü, hər tərəf zülmət qaranlığa bölündü. Riki sakitcə uzandı və fikirləşdi. Burada hər şey necə də qəribədir. Heç evdəki işıqlı otağında olanlara bənzəmir. Hətta hər şeyin səsi də fərqli idi. Çiçək böcəklə usadan civdə hardasa uzaqdan bayquş ulaqısı da eşidilirdi. Au! Başqa bir tərəfdə isə sanki qurbağa quruldayırdı. Ola bilsin, o heç qurbağa da deyil. Qurbağa səsi çıxaran pişikdir. Tülgə kimi iti dişləri olan kök qara pişik. Bəs çadırın arxasında xışıldayan nədir? Xırt, xırt, xırt. Riki cəld əlindəki yer kökləri qulaqlarına tıxadı. İndi Riki nə bütün o qarabasma kimi xışıltılar eşidirdi, nə də kiminsə sus, deyilsə oyasın, deyə pısıldadığını. Riki hərəkətsiz uzanaraq sadəcə gözləri ilə o yan bu yana baxırdı. Bu zaman yad bir nöqtə onun gözlərinə sataşdı. Daha bir nöqtə, sanki nöqtələr get-gedə böyüyürdü. Ay aman, onların əlləri də var, kömək edin, deyə Riki
düşündü. Qaranlıq məni udmaq istəyir. O cəld yorğanı başına çəkdi. Dik yorğanın altında büzüşdü. Lakin orada hətta yorğanın altında belə qaranlıq onu gözləyirdi. Vaa! Deyərək fəryad qopardı. Qaranlıq məni yemək istəyir. Kömək edin, qışqıraraq çadırdan çıxıb qaçdı. Çiynində qara çıxası və başında dalğalanan yer kökü yarpaqları Rekini əsl meşə cinələrinə bənzədirdi. Bulamadı ki, valideynlərini gördü və atasının xilaskar qollarının arasına sığındı. Qaranlıq məni tutmaq istəyirdi. O artıq çadırın içində idi, deyərək ki, hönkürtü ilə ağladı. Rahat ol, deyə atası onu sakitləşdirdi. Təhlükə sovuşdu. Bu axşam biz hamımız birlikdə Rikinin çadırında yatacağıq, deyə anası dərindən nəfəs aldı. Ancaq əvvəlcə atası bütün əhvalatı danışmalı idi. Necə oldu ki, ata və analarının gözlərinə yuxu getmədi. Sonra çadıra baxmaq üçün çölə çıxdılar. Elə bu zaman ana fəryad qopardı ki, bəs Rikinin çadırının içində meşə əcinəsi çıxıb onların üstünə cumur. Amma bu vaxt mən dərhal bildim ki, bu sənsən, deyə atası lovğalanmağa başladı. Bu zaman anası dedi, belə deməyinə baxma, atanın qıçları əsirdi. Rik ucadan gülümsəyərək dilləndi. Meşə əcinəsi adlı heç bir məxluq yoxdur. Ha ha ha, böööö. Nağılımız da burada sona çatdı. Sağ olun əziz izləyicilər. Kanalımıza like atıp abone olmayı unutmayın.